Mənim dəyərli izləyicilərim, deməli Sultəpədəyik bugün. Sultəpədə Faxralı marketə çatlamış transformatordan sağa dönəndə bax, məhələni göstərəcəm. Bax, belə bir dənə yerdən 7 sotun içində 2 mərtəbəli, 4 otaqlı, orta təmirli həyət evi satılır. Bütün kommunallarda var, qaz, su, işıq, hər şəraiti var. Sənədlərdə tam kupsiya yararlıdır. İndi istəyən olsa sənədlərdə baxacağıq da. Baxın, görürsünüz geniş həyəti qəşəng. Bax, indi mənzilin içərisini göstərəcəm. Bura birinci mərtəbəsidir. Bax, balkonudur, görürsünüz. Bax, stol, sılbır, qəşəng yığmaq olur, baxın. Buradan da belə göstərim. Demək, birinci mərtəbəsi bir dənə böyük zaldır. Belə qəşəng, görürsünüz, geniş zalı var. Burada kuxnası var. Burada, bax, görürsünüz, kombi sistemi. Hazır çəkilibdir. Bütün kommunallar var da. Sənədlər də tam qaydasındadır. Bu ikinci mərtəbəsidir. Yuxarıda 3 otaqdır. Aha, bura bir otaq. Burada bir dənə otaq. Orta təmirlidir da. Bir dənə təmir edib köçmək lazımdır içərisinə. Burada ikinci mərtəbəsinin balkonundayıq. Görürsünüz qəşəng. Mənzərəsinə baxın hələ Bakının. Havası da təmiz. Buradan həyəti də göstərim qəşəng. O yüzden belə mənzilimiz 7 sotun içində 2 mərtəbəli, 4 otaqlı həyət evidir. Bütün kommunallarda var. Qiyməti 145.000 manatdır. Sənədlər də tam kupçaya hazırdır. Yəni yaralıdır. Qiymət 145.000, istəyən olan səliqə saxlasın. Gətirək göstərək evi.